UPD qəsəbəsindəyəm. Rəşid Bağırov küçəsi 28-də Xətai rayon ərazisindəyik və burada məlumdur ki, hadisədən xəbəriniz var. Evin altından keçən iri su xətləri deyirlər və həm də qeyd olunur ki, böyük bir kanalizasiya kollektoru buradan keçir və ona görə də bax belə təhlükəli və faciə ilə nəticələnə biləcək bir hadisə baş verib. Yəni ev sakinlər, uşaqlar evdə olduğu təqdirdə bu ev çökə bilərdi və çox ciddi problemlər yaşana bilərdi. Görürsünüz ki, burada hələ sakinlər yaşayır, evə bitişik ərazidir və burada görürsünüz insanlar var. Digər arxa tərəfində böyük evlər var və bu kollektor və su xəttinin keçdiyi ərazi bir çox evlərə əhatə edir. Amma məsələ nədədir? Bu bugünün tikilisi deyil, bu 1 ilin, 5 ilin tikilisi deyil. Bu proses yəqin ki, belə deyək də 2000-ci ilin əvvəlində və yaxud da ortasında baş verib. Amma maraqlıdır, kim buna məsuliyyət daşıyır və icra hakimiyyətinin nəzarəti olmadan ümumiyyətlə heç bir ərazidə daşı daş üstünə qoymaq mümkün deyil. Bunu hamı çox gözəl bilir, nə qədər ondan imtina eləsələr. Amma fakt reallıq bundadır. Bəs yaxşı, o zaman bu binanın, bu ərazinin, bax belə su kollektorlarının üzərində, daha doğrusu ötürücülər və yaxud da ki, kanalizasiya xətti üzərində tikintisinə icra başçısı necə göz yumub? Hanı o şəxs? O şəxsi tapa biləcəklərmi? Onu cəzalandıran olacaqmı? İndi müəyyən qurumlar çalışır ki, bu məsələnin qarşısını alsın. Təbii ki, onların razılığı olmadan icra hakimiyyətinin yaratdığı şəraitin hesabına bax bu cür evlər tikilib. İndi bu evi alan vətəndaş nə eləsin? Kim ödəyəcək bunun kompensasiyasını? Kim bununla məşğul olacaq? Və bugün Xətai rayon icra hakimiyyəti ərazisində yeni dönəmdən etibarən çox uzağa getmədən, yəni azdırmı belə hadisələr? Mən çox elementar bir məsələni deyəcəm. Sarayeva küçəsi idi, səhv eləmirəmsə. Orada bir park var idi. O parkın içərisində ağacları qırırdılar, obyekt tikirdilər. Biz onu yazdıq da, verdik də, o reportaj da məndə var. Amma nəticə nə oldu? Ağac da qırıldı, obyekt də tikildi. İcra hakimiyyətinin ümumiyyətlə Xətai rayon ərazisində tək bu cür və digər hadisələrin belə deyək, şahidisinizsə yazın bizə, bizdə məlumatlar var. Biz onu işıqlandıraq, göstərsinlər. Heç olmasa real vəzifədə olan şəxsin rəhbərlik etdiyi dönəmdə belə baş verən hadisələrin qarşısını almağa cəhd eləsinlər. Bu necə idarə olunur? Bu necə həyata keçirilir? Və ümumiyyətlə bir daha vurğulamaq istəyirəm. Bakının Xətai rayonu ərazisindən bağlı dəfələrlə bir çox şikayətlər təqdim eləmişik. Reaksiya olubmu? Yox. Çox yaxşı tədbir keçirə bilirlər. Özlərinə aid olmayan sahədə kiməsə hədiyyələr verə bilirlər. Müəyyən təqdimatlar, mükafatlar elə. Amma bugün bu proseslərin, bu şeylərin baş verməsi zamanında bu məsələlərə göz yumulmasının nəticəsidir. Siz də yazın, harada problem var, göndərin, nömrə də qeyd eləyəcəyik. Xətai rayon ərazisində olan hansı problemlər varsa göndərin, təqdim eləyək və bax bugün bu faciənin, bu həqiqətən də faciəvi hadisədir. Hələ bilmək olmaz indi çökəcəkmi, aşacaq, necə olacaq. Amma bunun nəticəsini kim buna cavab verəcək? Ümumiyyətlə bu məsələ ilə bağlı cəzalanan olacaqmı? Haqlı olaraq cəzalanan söhbət gedir. Yəni hansısa kiçik belə deyək də ranglı məmur yox, həqiqətən də köklü şəxslər cəzasını alacaqmı? Bu sual doğurur və Bakıda bax bu cür işləri görənlər sadə töhmətlə, sadə hadisə ilə yaxasını qurtara bilməməlidir. Bu insanlar işdə olsa da, vəzifədə olsa da, vəzifədən çıxıbsa da onları çağırıb məsuliyyətə cəlb etmək lazımdır. Cəzasızlıq onlara belə hadisələrin baş verməsinə yol belə deyək də verir, imza atmasına şərait yaradır. Amma sizcə, sonda deyəcəm, bütün bu qanunsuzluqların kökündə nə dayanır? Onlar niyə buna göz yumurlar? Özünüz yazarsınız.